Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Azər İttifaqda, yəni Alov Ticarət Mərkəzinin qabağında, bax 5 mərtəbəli binanın 5-ci mərtəbəsində hər bir şərait olan konkret bir otaqlı mənzil kirayə verilir. Hal-hazırda siz deməli, bax bu böyük otağı görürsünüz. Gördüyünüz kimi hər bir bağışlayın, hər bir əşyası var. Qarşıda deməli balkonudur. Balkonu Heydər Əliyev prospektinə baxır. Azər İttifaqdadır. Yəni bax bu cürdür. İndi isə yenidən mən sizə otaqda olan əşyaları göstərirəm. Çox yaxınlıqdan, hədsiz dərəcədən, yəni Azər İttifaqın 4 yolunda yerləşir bu bina. Hədsiz dərəcədə hər bir tərəfə, yəni 4 tərəfə də marşrutlar işlər. İndi isə qapıdan giriş hissəsini görürsünüz. Mənə elə gəlir ki, qapısı dəmirdir. Qapısı dəmirdir. Mənə elə gəlir dəmirdir. Deməli, internet xətti var. Qazlı peçi görürsünüz. 2 tonluq su bakı var. Qarşıda isə gördüyünüz kimi hamamı təmirlidir. Bax bu cürdür. Kolonka sistemidir. İndi isə mətbəxinə keçirəm. Çox yaxınlıqdan 18 nömrəli, deməli, bax bu binanın üst tərəfində bildiyiniz kimi Azər İttifaqda, yəni belə deyim də beynəlxalq xəstəxananın arxasında 18 nömrəli orta məktəb, onun yanında uşaq bağçası yerləşir. Yəni bu əraziyə yaxın olan məktəbi sizə dedim. İndi isə mətbəxini görürsünüz. Gördüyünüz kimi mətbəxində hər bir şərait var. Stil sistemi bundan başqa bax budur. Deməli 2 minutkadır. Paltor yanmasın, xaladinlik hər bir işlək vəziyyətdədir. Konkret 5 mərtəbəli binanın 5-ci mərtəbəsində Azər İttifaqda Heydər Əliyev prospektində yerləşir bu bina. Bax belə bir otaqlı mənzilin hər bir şəraiti olan kirayə haqqı 280 manatdır. Onu da deyim ki, qiymətində mütləq razılaşma olmalıdır. Yenidən mən sizə bax bu evdə olan əşyaları göstərirəm. Qarşıda isə deməli şkafı gördünüz. Bax belə sizlərə uğurlar.